Sizlərə riyaziyyat sahəsinin ən məşhur professorlarından biri olan Stanford Universitetinin professoru Joe Boylerin riyaziyyat haqqında verdiyi 4 sirdən danışacağam. Hansı ki, bu sirləri müəllimlərin, valideynlərin və şagirdlərin bilməsi çox vacibdir. Birinci sirrimiz riyaziyyat geni anlayışı mifidir. Yəqin ki, hər biriniz razılaşarsınız, cəmiyyətimizdə insanları riyaziyyat adamı və ya humanitar adam olaraq ikiyə bölürlər və bu tamamilə yanlışdır. Araşdırmalar da göstərir ki, beynimiz elastikdir. Biz çətin bir məsələ ilə qarşılaşdığımızda onun üzərinə düşündükdə beynimizdə yeni neyron cığırları açılmış olur. Yəni, heç bir uşağa sənin riyazi təfəkkürün yoxdur deməyin, çünki düzgün metodologiya ilə hər bir uşaq yüksək səviyyədə riyaziyyat fənnini öyrənə bilər. İkinci sir, səhv etmək uğursuzluq deyil. Bildiyiniz kimi, əksər uşaqlar səhv etməkdən qorxduqları üçün riyaziyyatdan nifrət edirlər. Joe Boylerin araşdırmaları da göstərir ki, beyin məhz səhv etdikdə və o səhvin səbəbini axtardıqda böyüyür. Beyin tomoqrafiya araşdırmaları da göstərir ki, şagird səhv edib onun üzərində baş sındırarkən beyni daha da ateşlənir və güclənir. Amma cavab düzgün olduqda beyində hər hansı bir yeni bir inkişaf baş vermir. Üçüncü sir, sürətli olmaq, ağıllı olmaq demək deyil. Sürət yarışı riyaziyyatı öldürür. Zamanla yarışan sürətli testlər uşaqlarda riyaziyyat təşvişi yaradır və bu da uşaqların işçi yaddaşını kilitləyir. Əsl riyaziyyat sürətli cavab tapmaq yox, dərindən, yaradıcı və məntiqli düşünmə sənətidir. Dünyanın ən böyük riyaziyyatçıları məsələləri çox yavaş, dərindən analiz edərək həll edərdilər. Yəni, riyaziyyat bir qaçış marafonu deyil. Dördüncü sir, riyaziyyat sadəcə rəqəmlərdən ibarət deyil. Riyaziyyat quru rəqəmləri və düsturları körü-körana əzbərləmək demək deyil. Beynimiz riyazi tapşırıq yerinə yetirərkən eyni anda iki nayihəni, həm vizual, həm də simvolik rəqəmlər tərəfini aktivləşdirir. Məsələləri diaqramlar, rəsmlər və fərqli üsullarla vizuallaşdırdıqda öyrənmə daha qalıcı olur. Riyaziyyatı uşaqlar üçün vizuallaşdırın və bunu daha fərqli hansı yollarla həll edə bilərsən deyə soruş. Məşhur professor Joe Boylerin bu 4 sirrini həm sinifinizdə, həm də evinizdə tətbiq etdiyinizdə övladınızın riyazi bacarıqları mütləq şəkildə inkişaf edəcəkdir.